Gərək elə Vahidin öz sözü ilə başlayasan ki, Bəli. Vahidəm xalqımın qəzəl şairi, məhəbbət şairi, gözəl şairi. Əliağa Vahid bugün də mən onun fanatıyam da, indi fanat deyirlər də, elə deyil. Bəli. Valla mən bugün də onun fanatıyam. Düşdüm dərin bir dəryaya ki, o dəryadan çıxmaq da qeyri-mümkündür. Mənə o gün də o dəryanın sularında üzürəm, Allah hamd olsun. Əliağa Vahidin qəzəlləri mənim stolüstü kitabımdır. Hər gün onlara baxmasam qeyri-mümkündür. Deyərdim, əhli qələm Vahid əff edərsən məni, böyük Füzulumuzun yadigarı mən özüməm. O söz özü elə bir mövzudur ki, hələ bu sözün ətrafında bir-iki veriliş hazırlamaq olar. Çünki bu söz tekstə qəzəl yazmaqla, şeiriyyatla əlaqədar deyil. Bu söz Əliağa Vahid dövrünün, o 20-ci əsrin əvvəllərinin bütün ictimai, siyasi həyatını əhatə edən bir sözdür. Bu sözü burasan xırdalamağa, onun ətrafında ədəbiyyat öyrənəsən, tarixi öyrənəsən, adam gedər ağlı başda savad sahibi olar. Elə bir söz deyib Vahid. Böyük şairdir, çox böyük şairdir. Vahid, mənim Əziz baba danışardı ona, onun da şəxsi tanışdıqları olan, Həkim Qənni, Allah rəhmət eləsin, Əli Baba Məmmədov, Allah rəhmət eləsin, onun haqqında olunan söhbətlərdən Ələkbər Şahid, Məhəmməd Nuroğlu. hamısı. Yəni bu adamlar bizim evimizdə keçirilən məclislərin iştirakçısı olublar. Mən bu söhbətlərin gecə-gündüz şahidi olmuşam, öyrənmişəm onlardan. Bizdən həmişə zövq alıb ərbab-ı mərifət, biz əhli hala ətvi saçan yasəmənlərik. Məşuqəmiz həqiqi Züleyxa-i mislidir. Eşq aləmində Yusuf-i gül pirəhənlərik. Lov hüzrə pirimiz bizi yazmış şəhidi eşq. Meydan-ı ədli dadıda gülgün kəfənlərik. Cavid həmişə xalqımızın xatirindədir. Vahid o yoxsa ruhu ilə həmvətənlərik. Bu ağırlıqda söz olar. Bir daha qəzəl deyim sizə, üzr istəyirəm. Buyurun, buyurun. 5 beyt. Əziz baba da o vaxt oxuyub onu. 3 dənə Azərbaycan sözü var orada. Hamısı ərəb fars sözlərdir. Hamı başa düşür. Necə olur bu? Eşqin tamam nəşəsi divanəlikdədir. Meyxanənin məlahəti məstanəlikdədir. Cahillər ilə arifin olmaz əlaqəsi, hal əhlinin təkamülü fərzanəlikdədir. Ləlin xəyalı könlümə dolsa əzəb deyil, gizlin xəzinənin çoxu viranəlikdədir. Yetməz vəfası axirə namərd olanların, əyyub, şəxsin bütün dəyanəti mərdanəlikdədir. Vahid, əgər siz sən, Vahid özü Azərbaycan sözü deyil axı, ərəb sözüdür də, açıq deyək də. Vahid, əgər siz sənətə qiymət verirsə xalq, şeirin də qədr qiyməti dürdanəlikdədir. Necə oldu? Hamısı ərəb fars sözləridir. Bəs necə olurdu, xalq bunu başa düşürdü, sevirdi. Demək, Vahid dilin bu cür istifadə yolunu tapıb. Dildən necə istifadə olunmalıdır? Ərəb fars tərkibli sözlər olmadan bizim qəzəliyyatımız mümkün deyil. Amma baxırsan ona harada işlər. Bir də adam var ki, indi yazanlar var, əruz üzəsində indi yazanlar var. Qəliz cümlələr getdi, göynüsün. Heç ki, məsələ başa düşməyib. Süleyman Rüstəm deyir ki, gələndə məclisə mey əldə lalə şəklində, nigarım aytək olur, mən də halı şəklində. Ürək qanımla yazıb, eşqimi, məhəbbətimi nigarə söyləyirəm, odlu nalə şəklində. Mən aşıqam, o səbəbdən hər aşıqanəsi, mənim ürəyim doludur. Şağana gələndə deyəcəm. Mən aşıqam, o səbəbdən hər aşıqanə, bax görürsən, gözəl sadə dildə, hər aşıqanə sözüm coşub axır ürəyimdən şəlalə şəklində. O incə qəlbinə təsir edincə hər qəzəlim, gözündə nəm görürəm, inci şalı şəklində. Axırda da qan edir, sevin ki Süleyman, əlində cananın, o qan olan ürəgindir piyalı şəklində. Ustad budur, Yad eləyəndə Peyğəmbərimizi üzlərinə aya tutub salavat çövürürlər. Deyir ki, könülllər qan olur sənsiz gül-i həmraya baxdıqda, gözəllər yad edər xurşid-i ruyin aya baxdıqda. Dəhanın gərçi söz yox, nüqtə-i elmi müəmmadır, vəli bu barədə çox şərhi var mənaya baxdıqda. Gözümdə tifli tək oynar dəmadəm əks-i rüxsarın, xəyali arizinlə hər zaman dəryaya baxdıqda. Tapılmaz dəhridə təşxis edən əla-və ədnani, hərə öz fəhminə məğrurudur dünyaya baxdıqda. Əgər gül ləblərin mey məclisində keçsə xatirdən, əlimdə qan olur badəm mey minaya baxdıqda.
Mənim aşıqlığım Məcnundan artıqdır, bilir aləm. Bəli. Onu yad eyləməz bir kəs məni Məni rüsvaya rüsvaya. baxdıqda. Səni Qiyamət macərasından məni qorxutma ey zahid. Bəli. Qiyamətdir mənə ol qaməti rənaya baxdıqda. Səni gülzar içində gül görərkən yad edər ellər, məni xatırlayarlar bülbül-i şeydaya baxdıqda. Təbiyyətdə nə gizli sirrlər var, indi aşkardır. Qalır heyrətdə insan hər büt-i zibaya baxdıqda. Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir vahid. Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda. Gözəllər, mahu peykərlər, könüllər qan edənlərdir. Bəli. Cəfa rəsmində bu biməhrilər tuğyan edənlərdir. Ümidi vəsl ilə hər qarə zülfə paybənd olma ki, onlar aşıqi sərgəşdə-i dövran edənlərdir. Bu mişkin türrəli, ahu baxışlı nazənin bütlər, fəzai eşqdə üşşağı sərgərdan edənlərdir. O məzlumlar ki, eşq isrə əsiri dam-ı zillətdir, dəmadəm arzuyi türre-i canan edənlərdir. Buna fikir verin ha bu beyti. Burada böyük bir hekayət var, dastan var, Kur'an qissələri var burada. Züleyxa ismətindən naz edən hər şuxa aldanma. Əzizi misyonlar bəstə-i zindan edənlərdir. Rüxün dövrün müsəxxər qılsa xəttin etiraz etmə. Məlahət mülkünə zinət verən, üsyan edənlərdir. Həmişə cəfalar çəkmişəm, vahid nə üçün kim əndəli bir kölnümü nalan edənlərdir. Bax, belə bir qəzəl. Gözəl. Bu mey məsələsinə Aliyə Vahid də toxunub. Biz xərabat təhliyik meyxanələrdən, orada bir şey tutun məni, o söz ona görə deyirəm. Meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Ateşi qəmdən nə qorxaq kim səməndər xislədik, şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq. Bir şuanın zərrəsindəndir, fəqət rəng gözgədir. Gözlər ki, hara gəlib çıxır? Zərr aləminə gedir çıxır. Dillə vahidi savadi olmayıb baxı, bir yana qutarmayıb. 4 sinif oxuyub da. Görsən, biz oradan bilirdi bunları. Bir şuvanın zərrəsindəndir, fəqət rəng gözgədir. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq. Ürək istəyir, ha, məscidə viranə, kimin ixtiyarı var məscidə viranədir? Viranə nəş olur? Məsciddən gözəl yer var? Yox, amma iş var burada axı. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq. Sonra Dalıcan deyir ki, qədri qiymətsiz bizi zənn etmə, vahid arif ol. Pürbəha gəncinəyik viranələrdən çıxmışıq. Demək, oradakı viranə deyir cəmaatı mənə düzgün başa düşməyən, hələ bilərlər, mən elə məscidə viranə demişəm ha. Yox. Orada fənafillahdan danışır. Aşıq üçün, arif üçün fərqi yoxdur. Bu məsciddir ya meyxanədir. İkisi də fanidir. Mən onu deyirəm də. İnsana qalan bunların içərisindən yığdığıdır. Hacı Ali, sən onu düz deyirsən, kütülü oxuyur bunu axı. Amma sən fənafillah bilir. Vahid oxucunu istiqamətləndirir, çaşmayasan ha. Viranə demişəm məscidə, gör mən bunu nöş demişəm. Qeyrilər tək məscidi viranələrdən çıxmışıq deyir. Dalıcan bir dənə də viranə söz. Açır, izah edir. Qədri qiymətsiz bizi zənn etmə, vahid arif ol. Pürbəha gəncinəyik viranələrdən çıxmışıq. Çox sağ olun. Çünki xəzinələr viranələrdə olur. Mən üzr istəyirəm, bu ilahi meydan söhbət gedmişkən bir qəzəli də yadıma düşdü. Saqiya, tək bu deyil nəşəsi peymanəmizin, hələ bundan sonradır ləzzəti meyxanəmizin. Biz gərək badə-i gülguni həkimanə içək, pozmayaq rövnəğini məclis-i məstanəmizin, ayağın öpməliyik xadimi meyxanələrin, bəlkə cam içirə görək əksini cananəmizin. Biz həmən rindi xərabatı bibakilərik, söhbəti indi də dillərdədir əfsanəmizin. Dərd əlindən bu qədər çəkdiyimiz nalələrə, nə gəlir yarımızın rəhminə biyanəmizin, Zülfü şövqü ilə olaq məsti bütün ahillər, qalsın idrakinə heyran, dili divanəmiz. Bəli, bəli. Baxın, burada Ki bu məclis belə olacaq. vahid sevdalıları var. Məclis belə olmalıdır. eşq zəncirinə vahid də giriftar oldu, azlı güya, biri də artdı bu divanın. Elə vallahi hamımız divanı olmuşuq elə bugün burada.